Cəlilabad rayonunun Muğan kənd məktəbində şəhid Hilal Hüseynovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, məktəblilər, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim əvvəlcə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və kompozisiyalar təqdim ediblər. Daha sonra çıxışlar olub. 1971-ci ildə Muğan kəndində anadan olan Hüseynov Hilal Dövlətoğlu 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, Cəlilabad batalyonunun tərkibində Füzuli istiqamətində döyüşüb və 5 yanvar 1994-cü ildə itkin düşüb. Hüseynovlar ailəsi Azərbaycanın qürur səlnaməsində öz yeri olan nəsillərdəndir. Bu ailədən 2 şəhid, 3 qazi var. Ümumilikdə Cəlilabad rayonunda 1-ci Qarabağ müharibəsi zamanı 48 nəfər itkin düşmüş şəhid kimi qeyd olunub. Onların həyat yolunu əks etdirən 2 nəfəs bir vətən kitabında Hilal Hüseynov haqqında da məlumat yer alıb. Bütün valideynlərin, ata qardaşların gözü yoldadır ki, heç olmasa bir sədası çıxsın ki, ziyarət eləyən yerimiz olsun. Allah cəm şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Mən həm şəhid anasıyam, həm qazi anası. Mənim 2 övladım vətənimizin azadlığı uğrunda döyüşdü. Bugün 2 şəhidimizin, həm də Ramazanın əmisi Hilal itkin şəhidimizdir. 2 şəhidimizin əziz xatirəsinə həsr olunmuş 2 Nəfəs Bir Vətən adlı kitabın təqdimatının işığına toplaşmışdıq. Təqdimatını keçirdik. Bugünkü gündə Hilalımızın, itkin şəhidimizin mövlud günüdür. Yaşaya bilmədiyi, yaşı mübarək olsun deyirəm. 31 il bundan qabaq şəhid olmuş Hilal Hüseynovu bugün təkrar yenidən demək ki, Azərbaycan xalqına mən tanıtdım. İndi Azərbaycan xalqı bu kitabı oxusa və şəhidlərin hesabına bu torpaqlarda ayaq üstə gəzirik, rahat gəzirik. Onların xatirəsini yaşatmaq üçün 2 Nəfəs Bir Vətən adlı kitab işıq üzü görüb. Kitabda Hilal Hüseynovun döyüş yolu və həyatı da yer alıb. Bugün Hilal Hüseynovun adı ailəsinin, doğmalarının və bütövlükdə Cəlilabadın yaddaşında yaşayır. Onun kimi itkin düşən bütün qəhrəmanların taleyinin bir gün aydınlaşacağına inanılır. Qəhrəmanlarımız unudulmur və unudulmayacaq. İlqar Mustafayev, Həcər Həsənova, Könül Həbib qızı. Bugün informasiya proqramı üçün.